Cəmaət acından ölür, xaricdən gələnləri yemləyirlər. Heç xalqa heç bir xeyri yoxdur, boş şeydir. Qəti əleyhinəyəm şəxsən mən. Çox gözəl. Daha yaxşısı olardı ki, Azərbaycan vətəndaşlarına ayrılsın, yəni dövlət büdcəsi. Bundan münasibətim çox pisdir, çünki biz özümüz pis yaşayırıq, krizisdə yaşayırıq hal-hazırda. Milyonları xərcləməsi ondan sonra bizim öz xalqımıza xərcləyərdilər də o milyonları. Belə ümumilikdə götürsük, hardasa borcumuzdur, nə ilə bağlı borcumuzdur. Biz də hansısa bir ölkəyə gedəndə eyni münasibəti bizə göstərirlər. Pis deyil. Cəmaət belə oyunları sevir, xalqımız sevir bu oyunu. Yəni münasibətin pis deyil. İşim yox, gücüm yox bu dəqiqə. Deyirlər iş var, hanı iş? Nəyə lazımdır? Yox, bizə lazımdır, yeri gəlsin. Heç qətiyyən lazımdır. Cəmaət bu dəqiqə nə vəziyyətdədir ki, burada da gəlib sürgü keçsin. Bunu deyə bilərəm. Yəni yaxşı cəhətə, iyi bir cəhətə gedən bir işdir. Məncə çox yaxşı. Münasibətin çox müsbətdir. Müsbətdir, bacarır versin də, nə olar, gəlirlər, tanıyacaqlar Respublikanı, Azərbaycanı, fəxrimizdir. Yəni, təbii sərvətlər olan bir ölkənin və bunu etməyə qadir olan bir ölkənin bunu qarşılamağı normaldır. Buna münasibətimi desəm, həmən məni buradan sürgün eləyərlər. Əladır münasibətim, problem yoxdur. Mən istəyirəm, deməli 400 manat maaş alıram. Belə deyək də, belə orası 600 manata gəlir çıxır. İndi o da olsa, yəqin ki, oradan bir 5-10 manat da mənim cibimdən gedəcək. Eləcə də başqa bir şey yoldaşlarımın cibindən. Hər ay belə 5-10 manat, 20 manat. Mənə xoşuma gəlir, şəxsən mənim cibimdən pul vermək neyəsə zordur. O gəlsinlər, turistlər mənim pulumla kef eləsinlər. Özüm gedə bilmirəm, maksimum qeyri Gürcüstana və Avropa filan hər şeyə gedə bilmirik. Zordur, xoşuma gəlir ki, o gəlsinlər pul mən özüm belə verə bilərəm onlara, turist görəndə həmişə pul verirəm. Üstünəyə görə deyirəm ki, onsuz da belə dövlət alır bizim cibimizdən verir. Mən özüm deyirəm, onsuz da bir var ki, sən bunu yiyəsin, sahibini biləsən ki, pulun sahibi mənəm, başa düşürsən.